Bugünkü dərsdə biz bir dənə də misal nəzərdən keçirdəcəyik və keçən iki dərsdəki olan məlumatları möhkəmləndirəcəyik. Gəliz bu səhifəni kopyalayayım, yəni sürətli çıxardım, sağ düyməni basıram, переместить или скопировать. Nüsxəni yaradıram, kopyasını yaradıram. Və belə bir nüsxə yaranır. Checkbox 2. Burada bu üç sütunu ləğv edirəm. Bizə lazım deyil bugünkü dərsdə. Və bu cədvəlin formatlaşmanı yığışdırıram. Yəni, bu şərti formatlaşdırma vardı. Onu yığışdırıram. Keçirəm bura. Qaydanı ləğv edirəm. Bütün vərəqdə udalить правила со всего листа. Yəni, formatlaşmanı bütün vərəqdən yığışdırırım. Və yığışdı. Bunu da buna ləğv edək, bizə lazım deyil. İndi nə edirik? Bu sütunu biz keçən dərsdə keçdik. Demişdim ki, bunu belə eləyib bağlamaq olar. Bir variant da var. Bu sütunu ağ rəngdə verirsiniz və görürsünüz, heç nə görsənmir. Amma belə olanda istənilən bir adam çaşa bilər, yəni qıraq adam gəlib bu sütunu ləğv eləyə bilər. Və bunu ləğv eləyəndə artıq bu checkboxlar işləməyəcək. Bunun üçün nə edirik? Bu məlumatı keçirdik bura. Yəni C sütunundan keçirdirik B sütununa. Bunu necə eləmək olar? Sağ düyməni burada basırıq. Format obyektə. Və burada C sütunun əvəzinə B yığırıq. Burada da həmin əməliyyatı yerinə yetiririk. Və bir-bir aşağıdakı sütunlarda həmin əməliyyatı yerinə yetiririk. Belə. Artıq bu sütunu yox eləyə bilərik. Və buradan bu məlumatı silmək üçün, yəni heç kim görməsin, ağardırıq. Belə. Fikir verirsiniz. İndi burada kursoru qoyuram. Sətrə baxır. Görürsünüz, yazılıb istina. Əgər quş yoxdursa, görürsünüz, yazılıb loş. Yəni, doğru, yalan. Belə deyək də. Bir-bir burada qoyaq. Görürsünüz, hamısı doğrudur. İstina. Fikir verirsiniz, hamısı istina. Burada bir dənə quşu yığışdırdı. Görürsünüz, loş. Yığışdırdı. Və görürsünüz, loş. Artıq bu checkboxlar işləyir. İndi belə bir əməliyyat yerinə yetirək. Tutalım ki, siz dükana gedirsiniz, yaxud bazara gedirsiniz. Sizə belə bir siyahı veriblər, yəni 9 malın adını veriblər. Onları almaq lazım. Deyək ki, pomidor, xiyar, göyərti, alma, armud, salfetka, yaxud nəsə bir başqa şey. Və siz alınan məhsulların üstündən xətt çəkmək istəyirsiniz. Yəni, almışam. Bilmək istəyirsiniz, sizə nə qalıb almadan. Və bunu necə eləyirik? Qaraldırıq malların adlarını. Keçirik bura. Uslovne formatirvaniyə, yəni şərti formatlaşma. Üç bucağı basırıq. Sozdать pravila, yəni qaydanı yaradırıq. Keçirik bura. Bu sətrə. Və buradan
B2 xananı seçməliyik və fikir verirsiniz kursora. Əgər kursor belə durursa, belə formada olursa, yəni əl şəkildir, onda xananı seçəməyəcəyik. Görürsünüz, burada işte göstərir. Mütləq kursor belə olmalıdır. Görürsünüz, ağ xaç işarəsində basırsınız, burada görsənir ünvan. Sağcı olaraq burada görürsünüz, mütləq istinaddır, dollar işarələri var. Sütun üçün mütləq istinad lazımdır. Yəni ona görə dolları burada saxlayırıq. Amma sətirlər üçün o lazım deyil. Yəni bizdə lazımdır ki, bütün sətir və sətir yoxlama getsin. Amma sütun fiksasiya olunur. Ona görə buradan dollar işarəsini yığışdırırıq və formatı veririk. Yəni xətt çəkmək istəyir üstündən və burada rəngi də seçək. Tutalım ki, hansısa boz rəngi var. Buradan boz rənglərindən birini seçmək olur. Deyək ki, bunu seçdik. Okey. Bir də okey. Fikir verirsiniz. Bu məhsulları tutalım ki, almışıq və görürsünüz boz rəngdədir. Belə eləsək və görürsünüz bu iki rəng boz olur. Yəni alınan məhsullardır. Bu isə qara rəngdə qalır. Yəni alınmayan məhsullardır. Və bir əməliyyatla gəliriz yerinə yetirək. Tutalım ki, burada yazmaq istəyirik ki, hansı məhsulları biz almışıq. Yəni alınan məhsulların yanında yazaq ki, alınıb. Yazaq burada başlıq bir dənə tutalım ki, alınan. Belə. Bunu da siyahlı eləyək. Və burada yesli funksiyasından istifadə edəcəyik. Bərabərdir. Yesli. Keçirik pəncərəyə. Belə bir pəncərəyə. Və burada logическое выражение. Yəni, nə ilə müqayisə olunacaq? Nə? Nə ilə müqayisə olunur? Keçirik bura. Bu pəncərəyə. B2 bölüm. Və burada göstəririk ki, əgər məlumat həqiqətdirsə, yəni istinadırsa yazırıq. Yəni malı almışıq da, yazırıq burada alınıb. Əgər loş, yəni yalandırsa, yəni alınmayıb mal, burada alınmayıb yaza bilərik, yaxud da yaza bilərik. Belə. Boş bir yer buraxırıq. Basırıq okey. Və dağıtırıq aşağı. Fikir verirsiniz, quş olan yerdə alınıb yazılacaq. Görürsünüz, gəl burada bir dənə quş qoyaq belə. Burada bir dənə quş qoyaq. Görürsünüz, alınan mallar xətt çəkilir üstündən və burada yazılır, alınıb. Belə checkboxları Excel faylının içində istifadə eləmək olar. Bununla bu dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.